Altıncılar, hər birinizə xoş gördük. Bu arada kanalımızı bəyənməyi və paylaşmağı unutmayın. Şərhlərinizi yazmağı unutmayın. Bütün şərhləri bacardıqca oxuyuram. Uyğun olanlara cavabımı bildirirəm. Nə edirik? Abunə olun, bəyənin. Keçirik. Qoşmalara aid olduğu sözlə birgə seçib altından xətt çək və uyğunluğu müəyyən et. Dağa tərəf. Dağa tərəf nə edir? İstiqamət bildirir. İlqar Polşaya gedəndən bəri çıxlı kala qoşulub zaman bildirir. Mənə bağışladığın kitaba görə burada səbəb məqsəd bildirir. Neçə gündür ki, Elçin dostları ilə birgəlik bildirir. Onun ürəyi sevincdən quş kimi bənzətmə bildirir. Gülaydan başqa hamı muzeye getdi. Gülaydan başqa burada fərqləndirmə bildirir. Bu qoşmaları biz nə edirik? Əzbərləyir ki, bu çalışmaları düzgün işləyə bilək. Cümlədə tək hecalı qoşmaları əlavə et. Tək heca deyəndə həmin gün, baxın, axşama qədər də yaza bilərik, axşama kimi də yaza bilərik, amma bizdən tək heca istədiyinə görə axşamacan. Tamaşanın sonuna dək. Çünki tək hecalı istəyir. İnci tək sözlər seç, az danış, az tək. Tək hecalı qoşmalar da sözlərə bitişik yazılır. Bitişik. Qoy az sözlərin bir dəqiqə. İnci tək sözlər seç, az danış, az din. Qoy az sözlərinlə dünya bəzənsin. Al qoynuna əzizlə, ana tək məni. Burada da tək qoşmasından istifadə olunur. Şeirdə kimi qoşmasının qrammatik sinonimini. Ay bir portağal kimi, göy üzündə xal kimi, uzaqlarda dolaşır, əlçatmaz vüsal kimi. Vüsal tək ən uyğunudur. Ay bir portağal tək, göy üzündə xal tək, uzaqlarda dolaşır, əlçatmaz vüsal tək. Mərdan eynəyini axtarırdı. Halbuki eynək cibində idi. Mərdan eynəyini axtarırdı, amma tapa bilmirdi. Bir çox cümlə versiyalarında özü də zənginləşdirə bilərsiniz. Mərdan eynəyini axtarırdı. Çünki eynəksiz zəif görürdü. Mərdan eynəyini axtarırdı. Ona görə də işə gecikirdi. Bir neçə başqa versiyalarda yaza bilərsiniz. Burada mətnli bir tapşırığımız var. Mətni belə deyək ki, oxumuşuq. Hansı fikir mətnin ideyasını əks etdirir? Baxın, ətraf mühitə qarşı sevgi məsuliyyəti uşaqlıqdan formalaşdırmalıdır. Burada uşaqlıqdan danışmırdı. Ətraf mühitin qorunması sağlamlığına düzdür, amma burada sağlamlıqdan danışmırdı. Hər bir fərd toplumda müsbət dəyişikliklərə səbəb ola bilər, necə ki, Sara müsbət dəyişikliklərə səbəb oldu. Dövlət ətraf mühitin qorunması üçün lazımi tədbirlər görməlidir. Dövlət ətraf mühitin qorunmasının lazım tədbirlər görməlidir. Var, amma burada əsas odur ki, fərdlərin inkişafından söhbət edir. Burada işıqlandırmaq, səyi işıqlandırmaq başqa mənadadır. Yəni, bir yeri işıq tutub işıqlandırmaq həqiqidir, səyi işıqlandırmaq məcazi mənadadır. Saranın ətraf mühit haqqında düşüncələri. Birincisi olur ekspozisiya. Buraya yazırıq 1. Çirkli fəvvarə, natəmiz park. Aha, deməli bizim problemimiz düyünləndi. Buraya yazırıq 2. Çıxış yolu haqqında düşüncələr, könüllərin işə cəlb edilməsi. Buraya yazırıq 3. Hadisələr inkişaf edir. İnkişafdan sonra hərəkət başlayır kulminasiyada. 4. 5-də açılır, 6-da da final olur. Xəttatlıq sənəti haqqında bir mətnimiz var. Bu informativ mətni nəyə görə? Çünki bizə xəttatlıq haqqında ətraflı məlumat verir, inkişaf yollarını qeyd edir.
Mətnin əsas mövzusu nə idi? Mətnin əsas mövzusu burada xəttatlıq sənətinin keçdiyi yol. Necə görürsüz, burada inkişaf yollarını qeyd etdimsə, xəttatlıq sənətinin keçdiyi yoldan bizdə bəhs eləyir. Verilmiş izah hansı sözə aiddir? Müxtəlif sistemlərin və ya elementlərin bir-birinə qovuşması, uyğunlaşması inteqrasiya adlanır. Verilmiş mətnin hansı hissəsinə əlavə etmək olar? Gözəl yazı ustasının yazıçıların əsərləri, xüsusilə şeylərini xəttat adlandırırlar. Aha. Bunu hara əlavə eləyəcəyik? Mətnə burada baxaq. Burada əsas hissədə, belə deyək də, tarixi haqqında danışır. Giriş hissədə nələr oldu, amma əsas hissədə xəttat kimə deyilir? Bununla baxın, dini mətnləri yazırdılar, tarixi məlumatları yazırdılar. Yəni onu yazanlara xəttat deyirdilər. Xəttat əsas hissəyə uyğun gəlir. Hər sütunda səhv yazılmış sözü göstərin. Deməli, sədr səhv yazılıb, i yazılmamalıdır. Bitkin yazılmalıdır. Əks təsir defislə yazılmalıdır. Vəsait yısız yazılmalıdır. Hüsünxət, dəstxət. Hüsünxətdə ü yazılmamalıdır. Qapbaca defislə yazılmalıdır. Bu sözlərdə səhv var. Gəlin belə deyək, nümunəyə uyğun olaraq sözləri cədvələ qruplaşdır. Mənim fikrim, Kərimin ağlı. Deməli, Kərim sözü hal şəkilçisidir. Kərimin mənsubiyyətdə ağlı. Üzümün dadı. Yox, üzümün dadını. Burada üzümün deməli, üzümün dadını sözündə, üzümün dadı, dadı mənsubiyyətdir, ını haldır. Burada olur dadını. Oğlunun fərasəti. Orada iki dənə şəkilçi var. Birinci un, ikinci un. Həmişə birinci gələn hal, birinci gələn mənsubiyyət, ikinci gələn hal olur. Deməli, oğlunun bura gedəcək. Fərasəti də mənsubiyyətə gedəcək. Mən bura yazdım. Fərasəti. Fərasəti. Sonra qrupumuzun şəkli umuz mənsubiyyətdir. Un haldır. Deməli, ikisi də olacaqsa qrupumuzun şəkli də şəkil sözündə həm sait də düşüb olacaq şəkli. Aynurun çiynində. Aynur nədir? Aynur yəli 2-dir. Aynurun çiyni mənsubiyyətdir. Də haldır. Nində. Gənclərdən biri bu olacaq hal şəkilçisi. Dən biri mənsubiyyət. Quşun beyni, quşun olacaq mənsubiyyət, beyni olacaq, qışın olacaq yəlik, bu da yəni hal, bu da olacaq mənsubiyyət. Yəni yəlik halına mənsubiyyət həmişə yanaşı gəlir. Birincisi yəli, üstünə də mənsubiyyətli şəkilçisi gəlir. Sözlərin eyni köklü olub olmadığını müəyyən et. Bunlar eyni köklüdür. Deməli, kökləri bağ ismidir. Bağ ismidir və tərkiblərində leksik şəkilçi var. Bağda ilə bağın eyni köklü deyil, çünki leksik şəkilçi yoxdur. Bağbanla bağlayıcı da eyni köklü deyil, çünki bağ başqa mənadır, buradakı bağ ip mənasındadır. Yəni, bağdan bağlamaq yaranıb. Eyni nitq hissəsinə aid eyni mənanı vermirlər. Cümləsində qoşmanın sinonimlərini evə dək, evə cəndir, evə qədərdir, evə kimidir. Bunlar məsafə bildirir. Sarı ilə tərəf isə istiqamət bildirir. İsmi birləşməni seç. İsmi birləşmənin əsas tərəfi isim olmalıdır. Yazarkən feili bağlamalı, gələn feili sifətdir, yəni feildir. Bu yerdə qalır B variantı, şəhərdəki binalar. Kökü isim olsun, yaxın zərfdir. Bağ, bağla, bağlayıcı bu ola bilər. Vətən isimdir, vətəndaş isimdir, lıq isimdir. Bir saydı, birləşmək feildir, feildir. Bizdə sonda isim istədiyinə görə cavabımız B variantı. Uşaqlar, bununla da birinci yarım ilin sonuna gəldik. Növbəti yarım ildə görüşərik.